insanda nə qədər bu cismə və cana, canı dilə, ürəyə və cana, ruha bağlılıq varsa, insan bu o deməkdir ki, dünyanın adamıdır. Hələ dünyadan sıyrılıb çıxmayıb. Mən deyir, sanki öz gözlərimlə görürəm ki, mənim bədənimin bütün əzaları qətligahdan nəvavizə qədər tökülə-tökülə gedir. İnsanın ki, məqsədi, hədəfi ali olanda, yerdə qalan nə ki var, onlar yol üçün ərzaqdır ki, onları fəda verə gedirsən ki, teki neynəyəsən, məqsədvə çatasan. Ona görə Füzulidir ki, Füzuli nola gəl saxlar isən, canı əziz, vaxt ola o kim ola o, şuxusizənkara fəda. Mənim gözlərimin yaşı əslində hələ olarsındır, o hikmət aləminə yetişmək üçün, sənə qovuşmaq üçündür. Adı görürsən ki, kör adamın gözünü görürsən, amma baxışını hiss eləmirsən, çünki onun baxışı yoxdur. Əmzan görünməyib gözə qanlar içər müdam, zahid necə ki, badəni eldən nihan içər. Salam, əziz və dəyərli tamaşaçılar. Sizləri Füzuliyə Axund Baxışı verilişindən salamlayırıq. Biz növbəti buraxılışla yenə qarşınızdayıq. Dəyərli qonağımız, daimi qonağımız Axund Azərsani, ustad, şair, ruhani bizimlə bir yerdədir. Hacı, salam. Aleyküm. Necəsiz? Allah razı olsun, təşəkkür. Hacı, inşallah bugün növbəti qəzələ sizin baxışınızla baxırıq. Fəda rədifində bir qəzəl. Bəli. Fəda, yəni bizlərdə də işlənilir də, qurban etmək mənasında. Deyir, canımın cövhəri ol ləl-i gühərbarə fəda, ömrümün hasili ol şivə-i rəftarə fəda, dərdi çəkmiş başım ol xal-i siyah qurbanı, tab görmüş tənim ol türre-i tərrarə fəda. Gözlərimdən saçılan qətri-i əşkim gühəri, ləblərindən tökülən lö'lə-i şəhvarə fəda. Çavk sinəmdə olan qanlı cigər parələri, məst çeşmimdə olan qəmzə-i xunxarə fəda. Parə-parə dil məcruhi pərişanımdan sər kuyunda olan hər isə bir parə fəda. Can dil qeydini çəkməkdən özüm qurtardım. Canı cananəyə etdim, dili dildarə fəda. Ey Füzuli, nola gər saxlar isən canı əziz, vaxt ola kim ola ol, şuxi sitəmkarə fəda. Bu gözəl bir bədii təsvir yaradıb burada. Çox. Mühəssinat. Fərqli bir. Gözəlliklər yaradıb, bəli. Deyir, canımın cövhəri, cövhər bir şeyin mayasına deyirlər, əsas o zatına deyirlər. Yəni, can da, cövhər də ikisi də mənəvidir. Deyir, o ləl-i gühərbarə fəda. Gövhər saçan, gövhər yetişdirən ləlüvə. Və yaxud da ki, o ləl-i gövhərvə. Qiymətli daş. Bəli. Ləl-i gövhərvə fəda olsun, mənim canımın cövhəri. Ləl-i gövhərbar və ondaki keçən söhbətlərimizdə demişdik, o hikmət aləmi. Mənim canımın cövhəri sənin o hikmət aləmi və fəda olsun. Ömrümün hasili. Bütün ömrümün hasili. Ol şivə-i rəftarə fəda. Sənin o şivəli rəftarı və qurban olsun. Dərdi çəkmiş başım ol, xali siyah qurbanı. Tabı görmüş tənim ol, türre-i tərrarə fəda. Demək, başını xala qurban eləyir. Dərdi çəkmiş başım. Dərdli başım. Sənin o xalıva qurban olsun. Dərdi çəkmiş başım ol, xali siyah qurbanı. Qara xal. Qara xal. Yəni, oradan məqsəd qaralıqdan, o dərd çəkib qaralmaq, qara gün olmaq məsələsi, başın saçın qaralığı, onu ona bənzədir ki, onu ona qurban verir. Dərdi çəkmiş başım ol, xali siyah, siyah qaradır. Qurbanı, o deyir, tabı görmüş, bükülmüş.
əyilmiş qamətim, tabı görmüş tənim, bədənim. Ol turre-i tərrarə fəda, turre-i tərrar isə o vurulmuş saçdır ki, turrə saçdır. Və mənim tənim, belim də bükülüb vurulmuşam. O saç da belə turre-i tərrar zülfə, üzə düşən geysu mənasında, çolka mənasında olur ki, o ki əyriliyi var onun. Mənim belim də əyilib, özüm də əyri-şüyrüş olmuşam. Yəni, o bədənimdə sənin o saçıva qurban olsun ki, turre-i tərrar, törrə saçdır. Tərrar isə bir mənası, terror sözü ondandır ya. Yəni, qan tökən, öldürən, yəni quldurluq eləyən o mənadadır. Deyir, dərd çəkmiş başım ol xali siyah qurbanı, tabı görmüş tənim o türre-i tərrarə fəda. Bunlar oxşadır da, neyi nəyə fəda eləməklə bir-bir filan şeyə fəda olsun, filan şeyə fəda olsun. Ümumiyyətlə, şərq ədəbiyyatında bu şeylər var. Məsəl üçün, bir ziyarətnamə var ki, tutalım, Həzrət Əliyə bir dənə ziyarətnamə salam verirsən ki, ey möminlərin əmiri, ey Xeybəri fəth eləyən, ey Zülfüqarın sahibi, ey o kəs ki, Peyğəmbər onu tərifləyib, ey Peyğəmbərin canı, bunların hamısının bir alt mənası var da. Məsələn, məsumlardan yeganə məsumdur ki, İmam Hüseyin əleyhissalam ki, ona salam verəndə heç bir məsumda elə şey yoxdur. Onun bir bədən üzvlərinə salam verirsən. Niyə görədir bu? Çünki onların hər birinin öz mənası var. Hər biri ki, bir zərbə görüb, hər bədəninin üzvü. Ona ayrı-ayrı salamlar verirsən. Və bu da onu ilə bağlıdır ki, özünün də o məktubları var ki, bəziləri deyirdilər, getmə ginən Kufəyə, ged Yəmənə, filan yerə, onlar vəfalı deyirlər. Onlara cavablarının neçə dənə cavabı var, hərəsinin özünə görə cavab. Cavabların birində budur ki, mən deyir, sanki öz gözlərimlə görürəm ki, mənim bədənimin bütün əzaları qətligahdan Nəvavizə qədər tökülə-tökülə gedib. Orada Hürri dəfn eləyiblər. Ən son qətligahdır. Əvvəldə Hürri şəhid eləyiblər. Sonuncu şəhidlə əvvəlci şəhidin arasında kimlər ki, bunlar deyir, hər biri mənim bədənimin üzvləridir. Misal qəlbi, oğlu Əli Əkbər, qolu Həzrət Əbəl, belim sındı, Abbasçın deyir. Rəmzlər kimi. İmamın bir bədən üzvüdür. Bunu ilə bildirir ki, o həqiqət aləmi əslində bir vücuddur ki, hərə onun bir orqanının rolunu oynayır. Və ondan da əlavə o adamlar o qədər tövbə eləyib pak olmalıydılar ki, imamın bədən əzasına çevrilsinlər. İmamın bir hissəsi olur. Bəli, bu fikri də verir. Ümumiyyətlə, yəni deməyim odur ki, hələ ziyarətnamələrin özündə də Füzuli də ondan istifadə edib. Bəli, məsəl üçün, dərd çəkmişdir başım xali siyah qurbanı. Bükülmüş bədənim, saçlarımın qurbanı. Bir-bir deyir, o cümlədən də deyir, gözlərimdən saçılan qətrə-i əşkim yuhəri. Gözlərimdən saçılan qətrədir. Əşkin yuhəri, əşk göz yaşıdır. Göz yaşından ki, o damcılar düşür, o gövhərə oxşayır, daşqaşa oxşayır. Deyir, gözlərimdən saçılan qətrə-i əşkim yuhəri, ləblərindən tökülən lölə-i şəhvarədə. Sən o ləbindən ki, o bahalı sözlər çıxır, onlar da dürdən də bahalı. Bəli, bu ona fəda olsun. Yəni, mənim gözlərimin yaşı əslində hələ olarsındır, o hikmət aləminə yetişmək üçün, sənə qovuşmaq üçündür. Göz yaşı tökürəm ki, onları görüm. Bəli, həm onları görüm, mənim məsəl ki, göz yaşı o çətin görünən şeyi, nurlu şeyi görməyə kömək eləyir. Amma burada deyir ki, bu fəda olsun da, doğrudan da ona dəyər, o mənada fəda olsun. Ağlamağa dəyər. Bəli. Çal ki, sinəmdə olan qanlı cigər parələri. Çak olmuş, yəni açılmış. Çak eləmək açmaqdır, yırtmaq. Cigər parələri ki, yırtılanda cigərin parça-parça olar. Hər bir parələri məst çeşmində olan qəmzə-i xunxarə fəda. Məst çeşmində olan, məst gözlərində olan qəmzə-i xunxarə fəda. O qan içən baxışa qurban olsun.
Məst gözlərində olan o baxış qəmzə baxışdır. Göz maddədir, baxış mənəviyyatdır. Çünki baxış maddi deyil. Bəli. Baxışın konkret bir cismi yoxdur. Göz heyvanda da var. Məsələn, uzunqulağın gözləri çox qəşəngdir, çox gözəldir yeri gələndə. Bütün heyvanlara baxsan göz var, amma baxış. Baxış fərqi. Baxış yox. Demək olar ki, yoxdur da. Onun baxışı ancaq şəhvət və qəzəb üzərindədir. Amma insanda baxış bir fərqlidir. Adı görürsən ki, kör adamın gözünü görürsən, amma baxışını hiss eləmirsən. Çünki onun baxışı yoxdur. Qəmzön görünməyib gözə qanlar içər müdam. Zahid necə ki, badəni eldən nihan içər. Və yaxud da ki, nə ola qan tökməkdə mahir olsa çeşmin mərdumi. Gözünün bəbəyi qan tökməkdə mahirdir. Lütfeyi qabil durur, Qəmzön kimi ustadı var. Qabilin nəslindən olan Qəmzə kimi ustadı var. Ona görə deyir ki, çak sinəmdə olan qanlı cigər parələri, məst çeşmində olan Qəmzəyi xunxarə fəda parə dili məcruhi pərişanımdan. Dil ürəkdir, məcruh cərrah sözündəndir, parçalanmış, yarılmış, parçalanmış. Pərişanımdan, pərişan olmuş, dağılmış, parçalanmış ürəyimin o parə olan hissələri sərikuyunda olan hər itə bir parçada. Sənin o sərikuyunda gəzən itlər var, hərəsinə bir parça qurban olsun. İt əğyar, hacı? İt əğyar yox, it şeytan mənasındadır. Düzdür, başqa mənaları da var, sadiqlik mənasında da var. Vəfa. Yarın, sərikuyundakı it ona vəfalıdır deyə aşiqinə əzizdir. Bu da var. Şeytan mənasında da var. Burada amma şeytanı da yox, fərq eləməz. Onu da götürə bilərsən, bunu da. İkisindən də. Bir var fəda eləyirsən, bir də var ki, del ürəkdir. Parçalanmış ürəyinə hər parça bir itə verirsən. Hələ bir ki, itin qabağına ət atırsan, o məna. Özdə ki, it sözünü qəzəldə hələm-mələm işlətməzlər. Gəlir o necə ustalıqla işlədəsən ki, o it sözü vulqarla çıxmasın. Necə şirin işlədib, adam heç it sözünü o cürünə də hiss eləmir. Yəni iti çox gözəl poeziyanla işlədir burada. Ürəkdəki belə bir varlıqdır ki, ürək qan vuran bir pompadır, nasosdur. Eşq aləmində ürəyin işi yoxdur. Olmamalıdır da. Çünki maddədir. Qan nəcisdir. Bu nəcis vuran nasosdur. Bunun eşq... Cihazdır. Cihazdır. Bəli, zərif maldusunan şeydir. Bu cür bir varlıqdır. Onu gərək sərikuydə gəzən itlərə fəda eləyəsən ki, mənəviyyatın gəlsin, yetişsin, oraya gəlsin, çatsın. Parə dili məcruhi pərişanımdan sərikuyunda, yəni ətrafında gəzən, sərikuyunda olan hər itə bir parə fəda, can-ı dil qeydini çəkməkdən özüm qurtardım. Can-ı dil, can mənadır, mənəvidir. Dil, bəyək dedik, maddədir, ürəkdir. Bunların ikisi də, ikisinin də insan qeydin çəkir. Qeyd, yəni bağlılıq deməkdir. İnsan maddiyyatına da bağlıdır, mənəviyyatına da bağlıdır. Fikirləşir, dərdini çəkir. Bəli. Bu qeyd ki var, qeyd bağlılıq. Ümumiyyətlə, qeyd aşiqin ayaqbəndidir, paybənddir aşiqə. Onlardan gərək sıyrılıb çıxsın. Necə yuxarıda deyir ki, çaki sinəmdə. Çak eləməlisən, bunları cırıb çıxmalısan. Bu haqda danışmışdıq, necə ki, meydxanada meydi yuyanda paltarları müstəb ki, cırıb çıxartasan əyindən ki, dünyadan sıyrıldım, çıxdım. Dünya bağlılığından, qeyddə bağlılıq. Seyyidizm deyir, aləmi pür cavan oldu müqəyyəd rəng ilə. Aləm, qoca, cavan hamısı rəngə bağlandı. Dünya ki, rəngarəng deyir, rəng də fars dilində hiylə deməkdir. Bağlandılar, deyir, dünyanın rənginə. Aləmi pür cavan oldu müqəyyəd rəng ilə. O səbəbdəndir olub, ey dost, əsma müxtəlif isimlər, ona görə müxtəlif oldu. Bu bağlılıq ki var, insanda nə qədər bu cismə və cana, canı dilə, ürəyə və cana, ruha bağlılıq varsa,
İnsan bu o deməkdir ki, dünyanın adamıdır. Hələ dünyadan sıyrılıb çıxmayıb. Dünyanın çirkabından, bataqlığından hələ ayrılıb. Xilas olun. Canı dil qeydini çəkməkdən özüm qurtardım. Aha, bu qurtarıb. Bunu da qeydini çəkmir. Yolu nədir onun? Canı cananəyə etdim, dili dildarə fəda. Canımı cananıma qurban etmişəm, dili də dildarıma. İkisi də eynidir ya, amma biləsən ki, neyi nəyə qurban eləyirsən də. O əksinə eləməz. Məsələn, dili ürəyi canana, canısa dildarə fəda eləməz. Bunlar fərqli şeylər. Ona görə bilirsiniz necədir? O məşhur söz var ha, deyir, ədalət nədir? Əli əleyhissalam deyir, ədalət hər şeyi yerinə qoymaqdır. Fədakarlıqda da bu düzgün olmalıdır. Nəyə fəda eləyirsən? Hər adama. Fədakarlığın bir adı infaqdır, infaq. Və mimma rəzəqnahum yunfiqun. Sizə verdiyimiz ruzilərdən nə eləyəsiniz? İnfaq eləyəsiniz. İnfaq sözü boşluğu doldurmağa deyərlər. Bu da o deməkdir ki, boşluğu doldurma. Əgər birinin pula ehtiyacı varsa, sən ona başlayırsan məsləhət verməyə. Ona pul ver, onun pula ehtiyacı var. Birinin pula ehtiyacı yoxdur, əslində məsləhətə ehtiyacı var. Ona özdən pul versən. Aləm deyir bir. Ədalət də bərpa. Deyir, atın qabağına ət, itin qabağına ot atırsan. Yəni bu, atmaq sələ attım da, məndən çıxdı. Yox, hələ deyil. Sən gərək hər bir şeyi düzgün yerinə çatdırasan. Bu görürsən, ən çox hadisə fitrə vaxtı olur. Bizim bir dənə, nə bilim, filan kətdə bir qovumuz var, şikəsdir, filandır. Sən bu il boyu sən o qovumun yadıva düşmür, gəlsən hələ fitrəni minno istəyirsən ki, ona aparıb verəsən. Belə bir şeydir də. Lazım olan yerdə, lazım olan şeyi vaxtında. Necə deyir, ədalət nədir? Ədalət hər şeyi yerinə qoymaqdır. Təqva nədir? Təqva vaxtdır. Hər şeyi vaxtında eləmək lazımdır. Hal-hazırda istənilən. Bəli, hamısı bir-birini tamamlamalıdır. Canı dil, qeydini çəkməkdən özüm qurtardım. Neynədir? Canı cananəyə etdim, dili dildarə fəda. Ey Füzuli, nə ola gəl saxlar isəm canı əziz. Mən canımı əziz saxlayıram, burada problem yoxdur. Niyə? Vaxt ola kim ola ol şux istəmkarə fəda. O, mənə əziyyət verən şux gözəl ki var, şux istəmkar əziyyət verən gözəl. O mənə əziyyət verən gözəl var. Onun verdiyi əziyyət ki, mənim üçün ehsan sayılır, mənim üçün gözəldir. Bu canımı ona görə əziz saxlayıram ki, əziz saxlayıram, izzətli, əziz, izzətli. Vaxt çatanda ona verir. Bəli, hər bir kəsin izzəti, möminin izzəti mütləqdir ki, qorunulsun. Özü öz izzətini qorumalıdır. Bir adamın izzəti olmasa, özü öz izzətini qorumasa, onun nə ibadəti, nə etdiyi, hər hansı istər mali ibadət, istər cani ibadət, o bir qiyməti olmaz. Çünki özünün izzəti yoxdur. İnsan özünün o mənəviyyatı ki var, öz canının izzətini qorumalıdır ki, onu lazım olan varlığa fəda eləsin. Vaxtında qurban. Hər şeyin qabağında küçültməsin onu, aşağı tutmasın onu. Deyir ki, mən canımı əgər qoruyuramsa, bunun bir səbəbi var. Bir vaxt gələcək, o istədiyim adama onu qurban verəcəyəm. Canı kim cananı üçün sevsə, cananını sevər. Kim ki cananını sevər, canı üçün öz canını sevər. Bu həmən məsələdir ki, insan əgər öz canını qoruyursa cananına görə, o deməkdir ki, elə cananını istəyir o. Kim ki cananını istəyir öz canına görə, elə öz canını istəyir. Mən canımı cananıma görə istəyirəm. Birincidə mən var da. Bəli, əlbəttə ki, birində ego var da. Mən ümumiyyətlə dinə, ümumiyyətlə mənəvi aləmə yanaşma da belənçiyinədir ki, öz canının qorxusundan istəyirsən bunu, yoxsa doğrudan da bu sevilməyə layiqdir. Adam var ki, yox, nə danışsan, qurban Allaha, bunu elə deyir ki, yəni başıma bir iş gələr, filan olar, filan. Bu başına iş gəlməyi bıraq, insan dünyaya gəlir ki, onsuz da başına iş gəlsin. Sən istəyirsən, hər şey əminamanlıqla olsun, bu dünya əminamanlıq yeri deyil, axı. Əminamanlıq üçün tamam başqa bir fikrin yerdə olmalıdır ki, hədəf,
məqsəd o qədər ali olmalıdır ki, aşağıda olan hadisələr sənə Onda təsir sənə eləməsin. aram O, olar. sənə sərfələyən yerə gedəndə sevdiyin bir adamın yanına və yaxud bir mənfəəti olan bir işindaysan, yolda olan təhlükələr sən o qədər də vecdə Narahat olmur. eləmir. Çünki məqsəd alidir. İnsanın ki məqsədi, hədəfi ali olanda yerdə qalan nə ki var, onlar yol üçün ərzaqdır ki, onları fəda verə gedirsən ki, təki neynəyəsən, Çatasan. məqsədvə çatasan. Ona görə Füzulidir ki, Füzuli nola gəl saxlar isəm canı əziz, vaxt ola kim ola o, Şux şux istəm istəm karə fəda. Məndən bu qədər. Azı mən o qədər zövq aldım ki, bilmirəm necə bitirim. Amma yəni var da hələ qabaqda neçə qəzəlimiz var. İnşallah. İnanıram Ömrü ki, vəfa eləsə. getdikcə daha da zövqlü olacaq Allahın izni ilə. Allah salamat Hələlik. eləsin. 16-cıda deyirəm ki, Allah hələlik. aman Sağollaşıram sizindən acı. Təşəkkür edirik. Bu gün də çox gözəl, təşəkkür çox edirəm. xoş Sağ ol. keçdi. Minnətdarıq sizə. Dinləyicilər adından da, öz adımdan da, kollektiv adından da, həm sizlə, həm əziz tamaşaçılarla hələlik sağollaşıram. Salamat qalın. Allah aman.